bu aralar oxuduğum kitablar haqqında heç danışmıram. Biraz xoşuma gəlmədi. Deməli, birinci bu kitabı oxumuşdum. Mart ayında oxuduqlarımdır da. Elə bil ki, mart və aprelin əvvəli. Birinci bu kitabı oxumuşdum. Qısa konusu haqqında danışıram. Bir baş qəhrəmanımız var. O doğulduğu və böyüdüyü yerdə artıq yaşamaq istəmir. Bu sıxılırdı, oradan çox balaca bir şəhərdir. Təqaüd proqramı olan bir universitetə müraciət edir və oradan qəbul alır və ora gedir. Lakin bu universitetdə hamı pullu adamlardır da, yəni və onun təqaüdlə gəldiyini çox adam bilmir. Yunan dili öyrənirdi, Yunan dilini öyrənir və gəlir burada da qədim Yunan haqqında bir fakültə görür. Amma belə bir şey var ki, oranın müəllimi sadəcə özü 4-5 nəfəri seçir və il boyu onlarla dərs keçir, başqa heç kimi seçmir. Bu da nətər eləyir, necə eləyir, bir təhər özünü o qrupa salır və ondan sonra bu qrupdakı insanların, bundan əlavə 4-5 nəfər də var idi, bu qrupdakı insanların çox qəribə olduğunu düşünməyə başlayır və biz bir qətl hadisəsi oxuyuruq. İkinci olaraq, izlədiyim bir animenin kitabı, novellası var, bura qoyaram. Onun ikinci hissəsini oxumuşam. Bunun indi ikincisi olduğunu görə danışa bilməyəcəm. Ümumi konu şirniyyatdan heykəllər düzəltmək üzrə ad qazanmağa çalışan bir qızın yolculuğunu danışır. Çox şirin bir şeydir. Xoşuma gəlmişdi animesi. Ona görə gedəcəm novellasını da oxuyum. Çünki anime bitməyib və mənə sonluq maraqlıdır. Ona görə elə gedib sonuna çıxmamışam, amma yenə də maraqlıdır. Üçüncü olaraq da hal-hazırda yayınlanmamış bir kitab oxuyuram. Yəni kitab olaraq nəşr olunmamış bir kitabdır. Məndə PDF var, oradan oxuyuram. Deməli, 13 səbəb kitabı var idi. The 13 Reasons Why. Burada qoyaram. Onun mövzusunu düşünün. Bir dost qrupu var. Bu dost qrupunda bir dost dışlanır. Yəni o birisilər tərəfindən çox da sevilmir və sonra o dost ölür. Onun ölümündən sonra hamının bir-bir sirlər ortaya çıxmağa başlayır. Amma bu da elə sirdir ki, onların həyatını məhv eləyə biləcək dərəcədə böyük sirlərdir. Və başlayır bu sirlər yayılmağa və bunu yayan adam həmin o ölən adam, dost. Odur, onun nömrəsindən başlayır yayılmağa. Biz kitab boyunca keçmiş və indi arasında bir şey oxuyuruq da, correlation oxuyuruq sanki. Ortada gəlib bir yerdə qarşılaşıb əslində nə olduğu, əslində deyəndə yəni son olaraq nə baş verdiyi bu qədər.